Aldığın hard disk orijinaldır yoxsa aldadılmısan? Bunu necə bilə bilərik? Bunun üçün ilk öncə hard diskin markasına baxmalıyıq. Seagate markasına aiddir və biz bu yoxlamalıyıq ki, bu həqiqətən də Seagate markasına aiddirmi? Daha sonra onun istehsal olduğu ölkəni tapırıq, Taylanda aiddir. Daha sonra isə seriya nömrəsinə baxırıq və seriya nömrələri burada, baxın bu yuxarıda X-idir. İndi isə gedirik Seagate'in rəsmi saytından ID-lərin, seriya nömrələrini yazıb həqiqətən olub-olmadığını yoxlayırıq. İlk öncə Seagate saytına daxil oluruq. Burada gəlirik, support, yəni dəstək hissəsindən birincini seçirik. Daxil olduğumuz hissədə ölkəni seçirik. Çünki bizdə hard diskimizin üstündə Tayland yazılmışdı. Və yuxarıda isə bizim hard diskin üzərində göstərdiyimiz seriya nömrəsini daxil edirik. Planşa verdik və cavabını çıxmağını gözləyirik. Və burada görsəndiyi kimi bizim hard diskimiz orijinaldır. Yəni burada bu yazının çıxma səbəbi ona ibarətdir ki, Seagate firması təsdiq edir ki, belə bir onun modeldə məhsulu var. Əgər burada sizin nömrənizdə məhsul çıxmasa, o deməkdir ki, sizinki artıq aldadılmısınız, orijinal deyil.